Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər. Bu dəfə sınaq 14-ün izahını sizlərə verəcəm. Yenə qeyd edirəm, bu sınaqlar Dövlət İmtahan Mərkəzinin 2-ci qrup hazırlaşan abituriyentləri üçün paylaşdığı 20 sınaqdan ibarət sınaqlardır. Bu dəfə 14-cü sınağın izahını sizlərə təqdim edəcəm. Başlayaq birinci sualdan. Qeyd olunur ki, eyni tektonik zonada yerləşən silsilələr Dərələyaz, Murovdağ, Kiçik Qafqazda, Qovdağ, Böyük Qafqazda. Deməli, bunlar olmaz. A çıxır. Talış, Qarabağ, Zəngəzur. Baxın, bunların hər üçü yerləşəcək Kiçik Qafqaz tektonik qapmasında. Deməli, B düzgündür. Baxın, Ləngəbli, Zələt tirəsi bura var, olmaz. Böyük Qafqaz, Kiçik Qafqaz. Beşdəsər, Kiçik Qafqaz, Talış, Kiçik Qafqaz, yan silsilə, Böyük Qafqaz. Qarabağ yaylası, Kiçik Qafqaz, Murğuz, Kiçik Qafqaz, Niyaldağ, Böyük Qafqaz. Bu da olmaz. Düzgün cavab birinci sualda B. 2-də qeyd olunur ölkədə əhalinin sayı 6 milyon nəfər, illik təbii artım 90 min nəfər olarsa, hər 1000 nəfərə təbii artım neçə nəfərdir? Bunu çox sadə tənasüblə həll edirik. Necə? Baxın, burada yazıram. Qeyd olunub ki, 6 milyon nəfərə təbii artım nə qədərdir? 90 min nəfər, düzdürmü? Bizdən nə qədər istəyir? 1000 nəfərə olan təbii artımı tapın. 1000 nəfərə isə müvafiq olaraq x yazmalıyıq. Və tənasübü həll edərik. X bərabərdir. 1000-i vurmalıyıq 90 minə, bölməliyik 6 milyona. Bu da edəcək 15 nəfər. Deməli, bu ölkədə 1000 nəfərə əhalinin təbii artımı 15 nəfər olacaq. Düzgün cavab ikinci sualda A. 3-də qeyd olunur ki, A və B məntəqələri arasında temperatur fərqi 3 dərəcə olarsa çayın düşməsini müəyyən edin. Gəlin kəsimə yüksəkliyi tapaq. Baxın, A və B məntəqələrinin arasında bir horizontal yerləşir. Daha doğrusu 2 horizontal aralığı yerləşir. Və 3 dərəcə olarsa, A ilə B arasında deməli hündürlük olacaq 500 dərəcə. Çünki 6 dərəcə 1000 metrdirsə, 3 dərəcə 500 metr olacaq. Və 500 metri də bölərik 2-yə, eləyər 250. Deməli, kəsmə yüksəkliyimiz tamamdır. Kəsmə yüksəkliyimiz olacaq 250. İndi gəlin, baxın, çayın başladığı yerdən horizontallara uyğun olaraq görək, neçə horizontal mövcuddur. Baxın, 1, 2, 3, 4, 5 və 6. Aha. Və kəsmə yüksəkliyimiz də horizontalların aralığına vurmaqla, yəni 250 vurulsun 6. Taparıq 1500. Deməli, çayın düşməsi olacaq 1500 metr. C variantı 3-cü sualın düzgün cavabı. 4-cü sualda qeyd olunur xəritə sxemdə rəqəmlərə verilmiş ərazilər üçün ümumi xüsusiyyətlər. Baxın, ekvatorial, subekvatorial ərazilərə aid olan yerlərdir. Üstqalaq temperatur amplitutunun çox olması xeyr. Əksinə, burada orta illik temperaturu yüksək olar. Üstqalaq temperatur tropiklərdə çox olar. İntensiv fiziki aşınma olmaz, kimyəvi aşınma olar. Meşələrin geniş yayılması bəlkə də uyğun gələrdi subekvatorial, məsəl üçün 3 olmasaydı, onun üçün 3-ü də götürməliyik, C-ni də götürməliyik uyğun cavab kimi. Orta illik temperaturun yüksək olması. Aha, baxın, bunu qeyd etdik. Orta illik temperaturun yüksək olması, 25 dərəcədən çox olması bu ərazilərin oxşar xüsusiyyətidir. İllik temperatur amplitutunun yüksək olması xeyr. Ümumiyyətlə, bu ərazilərdə amplitud yüksək olmur. Ancaq orta illik temperatur yüksək olur. Həmçinin orta üstqalaq temperatur. 4-cü sualın düzgün cavabı D. 5-ci sualda qeyd olunur ki, sxemə əsasən havanın nisbi rütubətliyini müəyyən edin. Baxın, maksimum mütləq rütubət 15 qram. Deməli, suyun miqdarı 3 qram. Və bizə deyir ki, nisbi rütubəti müəyyən edin. Bunu da çox sadə tənasüb vasitəsilə həll edə bilərik. Baxın, maksimum mütləq rütubət nə qədərdir? 15 qram. Düzdürmü? Deməli, 15 qram neçə faiz olacaq? 100%. Aydındırmı? Bəs 3 qram nə qədər olar? Bəs 3 qram nə qədər olacaq? X. Və X bərabərdir. 3-ü vurarıq 100-ə, bölərik 15-ə. Bu da edəcək 20%. Düzgün cavab 5-ci sualda E. 6-da qeyd olunur ki, əkinçilik üçün əlverişsiz ərazilər. Tundra olacaq, bəli. Tundra rütubətlilik əmsalının vahiddən böyük olduğu ərazilərdir. Burada əkinçilik əlverişsizdir.
Baxın, savannalarda əlverişlidir, çöllərdə ən əlverişlidir, ən məhsuldar torpaqlar olur. Ekvatorial meşələrdə və bataqlıqlarda da təbii ki, əkinçilik əlverişsiz olacaq. 1, 4 və 5. Yəni düzgün cavab 6-cı sualda D. 7-də qeyd olunur sxemə əsasən uyğunluğu müəyyən edin. Baxın, okean tipli litosfer havası materik tipli litosfer havası ilə toqquşur. Okeanda dərin növlər, quruda isə hündür cavan dağlar formalaşır. Baxın, elə A variantına diqqət edin. Nazca ilə Cənubi Amerika litosfer havaları toqquşur və Ant dağları yaranır. Tamamilə düzgündür. Elə bu xəritə sxem tam olaraq bu prosesi əks etdirir. Düzgün cavab 7-də A variantı. 8-ci sualda qeyd olunur ki, 22-ci və 3-cü saat qurşaqların orta meridianları arasındakı məsafə ekvator üzərində neçə kilometr olar? Gəlin 22-ci saat qurşağını tapaq. Baxın, 22-ci saat qurşağı olacaq 30 dərəcə qərb uzunluğunda. 3-cü saat qurşağı olacaq isə 3 vurarıq 15-ə 45 dərəcə şərq uzunluğunda. Bunların arasında neçə dərəcə olacaq? 75 dərəcə toplayalım. Və ekvator üzərində 75 dərəcə neçə kilometr olar? Vurmalıyıq neçəyə? 111 kilometr. X da bərabər olacaq 8-ci sualda 8325 kilometr. Aydın oldu mu? 9-cu sualda qeyd olunur ki, Qanı Xəriçay fiziki coğrafi rayonuna aid olmayan xüsusiyyətlər. Qışı quraq keçən mülayim isti iqlim hakimdir, uyğundur, götürməliyik. Dağ çəmən landşaftı geniş yayılmışdır. Xeyr, burada dağ çəmən landşaftı yox, alluvial çəmən landşaftı geniş yayılıb. 2 yanlış olduğu üçün götürməliyik. Şirin qurun suları səthə yaxındır, bu düzgündür, götürməliyik. Yayı quraq keçən mülayim isti iqlim hakim deyil. Qışı quraq keçən mülayim isti iqlim hakimdir, bu da yanlışdır. Qərzəkli meyvələr yetişdirilir, düzgündür, götürməliyik. Okean səviyyəsindən aşağıda yerləşir. Xeyr, okean səviyyəsindən yuxarıda yerləşir. Yanlış olduğu üçün bunu da götürməliyik. Düzgün cavablar 2, 4 və 6 D variantı. 10-cu sualda qeyd olunur əmtəlik tipli kənd təsərrüfatına aiddir. Əmtəlik tipli inkişaf etmiş ölkələrdə intensiv inkişaf. Baxın, elə A variantı. İntensiv inkişaf yolu. İşçi qüvvəsinin sayının artırılması, əkin sahələrinin genişləndirilməsi, bunlar ekstensivə aiddir. Enlə inkişaf, istehlak tipli kənd təsərrüfatı aid deyil. İntensiv inkişaf yolu əmtəlik tipli kənd təsərrüfatına aiddir. Doğru sıraları müəyyən edin. Tərtər çayın eroziya bazısı Kür çayı düzgündür. Həkərinin Araz çayı düzgündür. Mazımın Kür çayı olmaz, Qanıq çayı olar, yanlışdır. Bilək çayı Xəzərə tökülür, düzgündür. Turyan çay Kür çayına tökülür, yanlışdır. 1, 2 və 4. Düzgün cavab 11-ci sualda E variantı. 12-ci sualda isə qeyd olunur Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Avrasiya materiki və Şimali Amerika. Qədim Lavrasiya qrusunun parçasıdır. Bu hər ikisinə aid olacaq. Bir neçə qədim və cavan platformalardan ibarətdir. Bu Avrasiyaya aid olacaq. Burada cavan Qərbi Sibir, Ön Qafqaz kimi, Turan ovalığı kimi cavan platformalar və qədim platformalar mövcuddur. Bütün iqlim qurşaqları olacaq. Yeni Avrasiyada, Şimali Amerikada ekvatorialdan başqa. 4-cü dövr buzlaşmasının izləri hər ikisində. Qərb hissəsində çaylar qısa və bol suludur. Kordiliyerdə, bəli, bu Şimali Amerikaya aiddir. Mitchell zirvəsi burada yerləşir. Bəli, Appalachidə 2037 metr. Deməli, 2-3 Avrasiya, 5-6 Şimali Amerika, 1-4 hər ikisinə uyğun. Düzgün cavab 12-ci sualda D. 13-də qeyd olunur ki, yalançı urbanizasiyaya aiddir. Sosial infrastrukturun zəif inkişafına baxmayaraq şəhərlərin sahələrinin genişləndirilməsi. Bəli, elə yalançı urbanizasiya budur. Yəni, əhalinin şəhərdə olmasına rəğmən kənd həyatı formasında gecə qondularda yaşaması. Bu, əsasən Latin Amerikası ölkələrinə xas olan xüsusiyyətdir. 14-də qeyd olunur kserofit dağ çəmənlərinin yayıldığı dağ silsilələri bu Talışda və Naxçıvanda olacaq. Murovda, baxın, Talış və Zəngəzur. B. Bu dağlarda kserofit dağ çəmənləri yayılıb. 14-cü sualın düzgün cavabı B.
15-də qeyd olunur yanlış ifadəni müəyyən edin. Azərbaycanda bəzi faydalı qazıntılar potensial ehtiyatlar kimi müəyyən edilmişdir. Əlbəttə, təbii ki, düzgündür. Məsələn, neftin potensial ehtiyatları deyildi, ceyran çöldə mövcuddur. B-də Braziliya, Avstraliya dəmir filizi ehtiyatları ilə zəngindir. Bəli, külək enerjisi tükənən, lakin bərpa olunan ehtiyatlara aiddir. Xeyr, külək enerjisi tükənməyən ehtiyatlardır. Onun üçün C olacaq yanlış. D-də mineral ehtiyatlar filiz, qeyri-filiz və yanacaq faydalı qazıntılara bölünür. Bəli. Y-də təbii ehtiyatlar qeyri-istehsal sahələrində də təbii ki, istifadə edilir. 15-də C. 16-da qeyd olunub ki, alvan metal filizlərinin mövcud olduğu ərazilər. Ümumiyyətlə, Azərbaycanda biz qeyd edirdik filizlər Kiçik Qafqazda. Baxın, elə Kiçik Qafqaza uyğun olaraq. 1-5-dür. Burada Zəngilan, Kəlbəcər, Gədəbəy ərazisi verilir. Belə qızıl ehtiyatlara uyğun gəlir. Baxın, 1-4-5 C variantı. 2-də, 3-də, 6-da isə ümumiyyətlə filiz ehtiyatları olmaz. 17-də qeyd olunur ki, gecənin uzunluğu 12 saat 20 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtını müəyyən edin. Biz bunun üçün nə edirik? Gecə yarını tapırıq. Yəni, saat 00-dan 00:00-dan götürməliyik. Və baxın, gecənin ümumi uzunluğu nə qədərdir? 12 saat 20 dəqiqə. Bunun yarısı 00-a qədərdir. Saat 12-yə qədərdir. Yarısı 12-dən sonra. Deməli, 12 saat 20 dəqiqəni də bölərik 2-yə. Bu da edər 6 saat 10 dəqiqə. Baxın, deməli 6 saat 10 dəqiqə saat 12-dən sonra bu edəcək topladığımız zaman elə saat 6-10 düzdürmü? Deməli günəş saat 6-10-da çıxıb. Və 12-dən yenə 6 saat 10 dəqiqəni çıxarıb. Bu da edər günün batma vaxtı, yəni 17:50. Aydındırmı? Baxın, B variantı 17-də olacaq düzgün cavab. Bir daha qeyd edirəm, bunun üçün nə etməliyik? Biz ilk öncə baxın gecəni götürməliyik saat 12-ni və müvafiq olaraq gecənin uzunluğunu bölməliyik 2-yə. Çünki gecənin uzunluğunun yarısı saat 12-yə kimidir, yarısı saat 12-dən sonra. Və müvafiq olaraq saat 12-dən gecənin uzunluğunun yarısını çıxmaqla biz günəşin batmasını, toplamaqla isə günəşin çıxmasını tapa bilərik. 18-ci sualda qeyd olunur, arid denudasyon relyef formalarını müəyyən edin. Karlar olmaz, buzlardır. Kars mağaraları yeraltı suların təsiri ilə də olmaz. Bedlendlər olar, yarğanlar və qobularda olar. Kraterlərdə olmaz. 3, 4 və 5 olacaq arid denudasyon relyef formaları. D variantı. 19-da qeyd olunub ki, beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyasına aid deyil. İçməli suyun keyfiyyətinin müəyyən edilməsi. Elə baxın, bu içməli suyun keyfiyyətinin müəyyən edilməsi olacaq. Çox güman ki, bu deməli, beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyasına aid olmaz. Qida məhsullarının qiymətləri, bəli, əhalinin gəlirlərinin orta aylıq səviyyəsi, dövlətin ərzaq resursları, ərzaq məhsullarının istehsal səviyyəsi, bunlar hamısı beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyasına aid edilir. Amma içməli suyun keyfiyyətinin müəyyən edilməsi beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyasına aid deyil. 20-də qeyd olunur uyğunluğu müəyyən edin. Bir xarici ölkə ilə həmsərhəddir. Şərqi Zəngəzur, Mərkəzi Əran, Abşeron, Xuzur. Baxın, bu olacaq Lənkəran, Astara. 2 xarici ölkə ilə həmsərhəddir. Bu olacaq Şərqi Zəngəzur, Ermənistan və İranla. 1D, 2A. Neft kimya sənayesi inkişaf etmişdir. Təbii ki, Abşeron, Xuzur, C. Əsasən quru subtropik meyvəçiliyi də inkişaf edəcək Mərkəzi Əranda. B. 1D, 2A, 3C, 4B. Düzgün cavab B. 21-ci sualda qeyd olunur ki, elm tutumlu sahələrin üstünlük təşkil etdiyi ölkələr. Təbii ki, biz burada deyirik Qərbi Avropa, Şimali Amerika və Şərqi Asiya ölkələri aid olacaq. Baxın, 4-dür, 6-dır, 3-dür, bunlar olmaz. Qərbi Avropada baxın, 1 olacaq, Şərqi Asiyada 2 olacaq, ABŞ olacaq təbii ki, 1, 2, 5. Yüksək inkişaf etmiş ölkələrdir və bu ölkələrdə elm tutumlu sahələrdə üstünlük təşkil edir. Keçək 22-ci suala. Yağıntıların miqdarı daha çox olan inzibati rayonlar. Kəlbəcər, Laçınqubadlı, buna baxarıq, bu ola bilər. Tovuz, Gədəbəy, Daşkəsən olmaz. Cəlilabad, Yardımlı, Biləsuvar, Balakən, Zaqatala. Baxın, bunların içində ən uygunu, ən çox yağıntılar alacaq Balakən, Zaqatala. Çünki bu bölgə Böyük Qafqazın cənubi yamacıdır. Və biz deyirdik, Talış dağlarından sonra Azərbaycanda ən çox yağıntı Böyük Qafqazın
cənub yamacına düşür. Deməli, ən çox yağıntı olacaq Balakən, Zaqatala, Qaxda. 22-nin düzgün cavabı D. Keçək 23-cü suala. Qeyd olunur ki, yer səthində eni 40 km, uzunluğu 60 km olan ərazinin sahəsi bir bölünsün 200 min miqyaslı xəritədə neçə santimetr olar? Biz xəritədə ərazinin sahəsini tapmaq üçün nə edirdik? Həqiqi sahəni bölürdük miqyasın kvadratını. Həqiqi sahəni tapmaq üçün, baxın, biz eni uzunluğa vurmalıyıq. 40 vurulsun 60. Bu edəcək 2400. 2400 kilometr kvadrat. Miqyas nə qədərdir? 200 min. 5 sıfır silərik, qalar 20. Və 20-ni də yüksəldərik kvadrata. Bu deyilər 400. Deməli, baxın, 2400 bölünsün 400 şəklində biz yazmaqla xəritədəki sahəni tapa bilərik. Bu da olacaq 6 santimetr kvadrat. 24-cü sualda qeyd olunur ki, ekvatorial iqlim qurşağını tropik iqlim qurşağından fərqləndirən xüsusiyyətlər. Buludluluğun çox olması bəli. Buxarlanma qabiliyyətinin yüksək olması xeyr. Buxarlanmanın yüksək olması ola bilər. Fiziki aşınmanın getməsi xeyr. Bu tropikə aiddir, ekvatoriyala yox. Zəngin bitki örtüyü bəli. Alçaq təzyiq sahəsi bəli. Tropikdə yüksək təzyiq sahəsidir. Deməli, 1, 4 və 5 olacaq. 24-cü sualın düzgün cavabı. 25-ci sualda qeyd olunur Hind okeanına aid olan yarımadalar. Aha. Labrador yarımadası olmaz, Şimal Buzlu okeana aiddir. Kiçik Asiya olmaz, Aralıq dənizi Atlantik okeana aiddir. Somali olacaq, Ərəbistan olacaq, Piriney olmaz, Atlantik okean, Hindistan olacaq. Deməli, 3, 4 və 6 25-ci sualın düzgün cavabı. 26-da qeyd olunur ki, konstitusiyalı monarxiya ölkələrini müəyyən edin. Edək. Deməli, 1 İsveç, bəli, olacaq 1. 2 Mali olmaz. 3 Myanma olacaq. 4 Əfqanistan olmaz. 5 Kolumbiya olmaz. 6 Böyük Britaniya, bəli, olacaq. Baxın, 1, 3 və 6. Yəni, müvafiq olaraq İsveç, Myanma və Böyük Britaniya olacaq konstitusiyalı monarxiya ölkələri. 27-ci sualda qeyd olunur, uyğunluğu müəyyən edin. Qəhvəyi torpaqlar, tundra qileyli torpaqlar, boz-boz qonur torpaqlar. A. İynərpaqlı meşə Özbəkistan. Ümumiyyətlə, bu uyğun gəlmir. Özbəkistanda İynərpaqlı meşələr olmaz. B. Cöddərpaqlar, müşəşil meşələr Türkiyə. Baxın, bu uyğun olacaq qəhvəyi torpaqlara. B. Səhra yarımsəhralar Türkmənistan. Aha, boz-boz qonur torpaqlar olacaq bu ərazidə. Tundra, meşə, tundra, saxa. Bu da olacaq tundra və qileyli torpaqlar. D. Çöl, meşə, çöl, qara torpaqlarda uyğun gəlməz. Baxın, deməli, 1B, 2D, 3C olacaq 27-ci sualın düzgün cavabı. 28-ci sualda qeyd olunur ki, Azərbaycanı qərb ölkələri ilə birləşdirən nəqliyyat kommunikasiya xətləri üzərində yerləşən, qara və əlvan metal filizləri ilə zəngin olan iqtisadi rayonun əhalisi 596 min nəfər, sahəsi isə deməli 5270 min kilometr kvadratdır. İqtisadi rayonun təbii şəraiti və təbii ehtiyatları onun iqtisadi inkişafına müsbət təsir edir. İndi bizdən soruşur ki, mətnə əsasən iqtisadi rayonu və onun ərazisindən keçən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərini müəyyən edir. Baxın, bu iqtisadi rayon olacaq, ilk öncə onu qeyd edək, Gəncə-Daşkəsən iqtisadi rayonu. Çünki Gəncə-Daşkəsən Azərbaycanı qərb ölkələri ilə birləşdirən nəqliyyat kommunikasiya xətləri üzərində yerləşir, əhalisi və ərazisi də Gəncə-Daşkəsən iqtisadi rayonuna uyğundur. Deməli, iqtisadi rayonu tapdıq. Gəncə-Daşkəsən, baxın, baş hərflərini yazıram. Və qeyd olunur ki, onun ərazisindən keçən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərləri. Baxın, elə Bakı, Tbilisi, Ceyhandır, Bakı, Ərzurumdur, Bakı, Subsadır. Bunlar hamısı keçir Gəncə-Daşkəsən iqtisadi rayonlarının ərazisindən. 28-ci sual aydın oldu. Keçirik 29-cu suala. Mətnə əsasən iqtisadi rayonun əhalisinin ölkə əhalisinin neçə faizini təşkil etdiyini və əhalisinin sıxlığını hesablıyıb yazın. Ölkə əhalisinin ümumi sayı deməli 10.120.000 nəfər, cavabları tam ədədə qədər yuvarlaqlaşdırın. Bax, ölkə əhalisinin ümumi sayını yazırıq 100%. İlk öncə faizi tapaq. Gəncə-Daşkəsənin əhalisinə qədər idi 596.000 nəfər. Uyğun olaraq 596.000 nəfəri də yazırıq X.
Yəni 596.000 vurulsun 100 bölünsün 10.120.000 nəfər. Aydındırmı? Buradan da x bərabər olacaq. Deməli, bunu faizlə tapırıq. X bərabər olacaq 6%. Aydın oldu mu? Ölkə əhalisinin 100%, həmin iqtisadi rayonun əhalisinin x% yazırıq və tapırıq ki, ölkə əhalisinin 6%-ni təşkil edir Gəncə Daşkəsən iqtisadi rayonu. Bu birinci hissəsi məsələnin. İkinci hissəsində isə qeyd olunur ki, sıxlığını. Sıxlığı necə tapardıq? Əhalinin sayı bölünsün əraziyə. Yəni, baxın, 596.000 bölünsün. Ərazisi nə qədər idi? 5270. 5270. 596.000. Aha. Bunu da böldüyümüz zaman edəcək 113. Deməli, Gəncə Daşkəsəndə əhalinin sıxlığı 113 nəfərdir. Azərbaycanın əhalisinin orta sıxlığına yaxındır. Azərbaycanda 117 nəfərdir sıxlıq. Aydın oldu mu? Bu da 29-cu sualın düzgün cavabları. 6% və 113 nəfər. 30-cu sualda qeyd olunur iqtisadi rayona aid təsərrüfat sahələrini cədvəldə yazın. Sənayeyə aid olan, baxın, əlvan metallurgiya olacaq, təbii ki, yüngül yeyinti sənayeləri olacaq, maşın qarımı olacaq Gəncə Daşkəsəndə. Kənd təsərrüfatına da aid pambıqçılıq, kartofçuluq, taxılçılıq, üzümçülük, həmçinin heyvandarlıq Gəncə Daşkəsən iqtisadi rayonunda inkişaf edən deməli, təsərrüfat sahələri olacaq. Sınaq 14-ü də bitirdik. Növbəti videoda 15-ci sınağın izahını sizlərlə paylaşacağım. Diqqətinizə görə təşəkkür edirəm.